Üşüdüm az. Girmiştim yerime. Hoş gelmişsiniz. Kanat kızardıram, kanat. Salam. Hoş geldiniz uşaqlar. Şükürəm. Dəli söyləməsi yoxdur. Yerimdən çıxdım. Uzandım 5 dəqiqə. Dedim yox qodurum. Yiyeyim sonra yatım. Bugün onsuz da ac qalmışam. Bir dönərlə səhərdən axşama kiminə çay içmişəm. Ancaq su içmişəm. Darıxdım. Hoş gəldiniz. Çox yorğunam. Səhər saat 7-dən qaranlıqlı evdən çıxanam. Hardaydın? Şatomda. Şatoya gitmişdim. Ancaq başımda tapaq yoxdur. Ne iş görə bildin? Işıq sistemi axır ki bitdi. Sıvaq işi görürük. Ondan sonra heç nə sıvaq işi gördük. Işıq işi qutardı. Şükürlahi. Neçə gündür biz işıq işi görürük. Işıq işi uşaqlar. Da təsəvvür eləyin ki, generalni ışıq işi gördük də, da ömürlük bir dəfənlik, yəni ikinci səfər ışıq işinə ehtiyac qalmayacaq. Bir dənə ışıq işi qaldı şeydə, Kuxunam tuvalet hamamında, oradaki sıvaq gedir də. Yerdə qalan bütün ışıqların hamısı qutarı da. Çox çətindir ışıq. Xeyirli olsun, çox sağ olun. Otaqlara ışıq çəkilmədi ki. Otaqlarda ışıq var idi. Keyfiyyətsiz idi şeylər, şunurlar. Ondan sonra bütün təsəlli sıfırdan yığıldı da. Elə bir yəni, bütün ev, kuxuna, tuvalet, hamam, yataq otağı, zal, çöl, yol. Ondan sonra hər şey sıfırdan. Çöldəki tualetə getdi, plafonlar qoyuldu. Sıfırdan da təsəvvürlə karovka yığ, evdə karovka yox idi, işıq karovka. Uy Allah səni saxla. İnanırsan, bir həftə olar, bir həftədir dayanmadan. Hər gün usta gəlir, bir həftədən sonra da axır ki bitdi. Ekranımı tıklayın, canlımı oxşarəsində paylaşım. Bir də video paylaşmışım, uşaqlar girib bəyənərsiniz. Çoxdanın videosudur, yalandan girib altından yazmayın ki 40 ilin videosudur.
Elektrikə 200 manat borcum qaldı. Hələ ki sıvağın pulunu verməmişim, çünki işləyir. Ne pişirsin? İşte kanat, bir kere kanat. Anamgilə yaxın, mənim şatom, anamgilə yaxın deyəndə ki, taksilik yoldu. Amma ki, belə də ki, Bərdədə orcun boyda yerdi. Bərdənin bu başına da başı 15 dəqiqədir. Bazarın yanında. Elə bir balıq iyisi gəlir, ay bacı. Nə vaxtdan da balıq yemirik. Burada balığın sezonudur. İndi yemək pişirirəm. Anar çok sağ ol, cebin dolu olsun. Ezo çok sağ ol. Dodağın iş, istibdə şeydən, soyuqdan. Səhərdən axşı saat 7-dən şaxtada durmuşam çöldə. İndi gəl, bir yarım saat 40 dəqiqə olar gəlmişim evə. Çox sağ olun, beni sev atanlar. Teşekkür ederim. Allah var eləsin. Demirəm şatoma getmişdim, daha aşağı ustam var. Usta. Ne çay yok, ne bir şey yok. Səhəri göz açılmamış, oradayam. Gün orta, adama bir dənə döner yemişik. Vəssalam şutama. O da Bolt Food'dan döner sipariş verdim. Şato, bəli şato. Beni sev, çok sağ olun. Niye canlaşmırdın? Oy, soyuq. Elə bir ki, o bal arısı olur, elə bir ki, soyuq olan kimi büzüşür, qalır, heç nə eləmək istəyəm. Bax elə. Ay Allah, o boyda məhləmi də təmizlik eləmişdim, uşaqlar. Məhlə bir gündədir, məhlə bir gündədir. Emin Fərdi, çox sağ ol. Göstərəcəm indi, səhər orada canına çalışam, mütləq. Səhər şatoda açaram canlı yəni. Görülən işlərlə də tanış olarsınız da. Çünki adam hövsələdən çıxır, Zülya çox sağ ol. Adam hövsələdən çıxır ay uşaqlar. Bir 5 dəqiqə bundan qabaq sağ əlimin çıxaşınırdı. Maraqlı olur siz təmizlik eləyəndə. Orada açarım canlı yayın sabah. Çünki sabah təmizlik işlərim var. Bu gün ancaq belə oturmuşam, durmuşam, ayaqüstə donmuşum. Həyat çox sağ ol. Anam uzanıb divanda. Ne iş gördün? Usta şunur sistemini kurtardı axır ki şükür. Tok sistemi kurtardı, bitti. Ağıllı sistemdir uşaqlar. Elə bir tok sistemi ağıllı sistem elədik. Elə bir ki, məsəl üçün istənilən vaxtı çölün kulçatı ilə yandırıb keçirdəcəm. Ondan sonra istəyəndə yanlı qoyacam. Məsəl üçün gecə yana qalacaq, özü keçəcək, axşam özü yanacaq, evdə olmayanda hel eləyəcəm. Ondan sonra sensor hərəkət sistemi qoydum yola. İnsan keçəndə sensor yanacaq. Ondan sonra istənilən vaxtı yandıracam. Belə. Əla günün olsun. Salam, Güney xanım. İmkanlı olansa, onun imkana ehtiyacı yoxdur.
Reli 3 manatdır. Gece gündüzdə 7 manatdır. Bir dənə gecə gündüz, yox 2 dənə gecə gündüz qoymuşam, bir dənə də sensor qoymuşam. 3 manat sensordur, 7 manat da relidir. O şey gecə yanıb gündüz keçənlər. Onun imkanla nə əlaqəsi? 7 manatı 1000 dənə yerə xərcləyirsən, ged al da. Yaxşı qanatlı, qaralıq elə biliriz. Yiyəsən bilim verin. Səni görəndə başım ağrıyır. Başqa yerin ağrımır ki. Sarışınım, nice güzel yaralı seni yaralı. Sarışınım. Var moderator burada. Gene yiyeyim. Burada oturmaq istəyirəm. Bölgeyi çox sağ olun. Hello, my friend. How are you? Çok sağ ol. Anam uzanıb. Sen de bizim kimi nə qədər yeyirsən? Mən səhər saat 7-dən evdən çıxanam. Bir istəkan çay belə içməmişəm. Bir loxma belə yemək yeməmişdim. Gün orta saat 2-də bir dənə dönər yemişəm. Və salam şüt tamam. Bir istəkan su içmişəm, buz kimi su. Axşama kimi heç nə yeməmişəm. Bax yarım saat 40 dəqiqə olar evə gəlmişəm. Bax indi yemək yeyirəm. Ne derdim ama çok sağ olun izleyicilerim. Anamı sorursan izleyicilerim. Allah var eylesin anamın kızı. Salam duası var. Teşekkür ediyoruz. Harda işləyirsən? Şatoda. Çok sağ olun. Salam.
Bu cür qəşəng sözlər yazırlar izləyicilərim. Niyə deyirsiniz ki? Söz yoxdur axı. Uşaqlar, evimin o kadar güzel aurası var. Yeni evimin. Bir tane problemi var. Remont işi de bütün her şey hallolunan şeylerdi. Her şey hallolunan bir tane problemi var. Bilmirəm onu həll eləyə bilərəm ya yox. Elə bil evimin qabağında boş torpaq var. Boş torpaq. Elə bilən kimsə torpağıdır da, yol deyil. Yolla heç bir əlaqəsi yoxdur. Boş torpaqdır, elə bilən ki. Elə bil cəmaət elə bilən ki öz yolu ilə getməkdən gəlir, girir o torpağın içindən maşınla gedir ayna, gəlir bəri. Oradan da gəlir işıq maşından düz şeyin evin içinə düşür maşınların işıqları. Ama yani yol değil ha. Orada hakkında bir şey fikirleşeceğim. Orada ne söyleyeceğim ki oradan maşın geçmesin. Oranın yiyəsin qoy tapım mən. Deyəcəm ha qardaş. Maşından hamısı buradan keçir. Sənin meylən zay olub. Orada da bünövrə qalmaq olmuyor. İnanmıram orada şeydir. Yağış yağında maşın keçir. Çünki orada çox palçıq olar. Yəni ki belə hava xoş olanda oradan keçirlər. Sabah gösterirsen bakar yaxşı. Sabahdan çok işmirəm, ürəyim çok istəyirəm. Salam Tuna. Bugün yok, bugün canlaşmamışım uşaqlar. Bugün it biti kimi əsmişəm orada bu kimi. Bugün gün çıxmamış da soyuq idi. Səhər lap soyuq olacaq. Bu suyla biraz gün çıxacaq. Köçdün xarabana yox hələ. Bakıda niye köçtüm? Yaşayamadım Bakıda. Bakı güzel yerde. Güzel şehirdi. Prosto mən yaşadığım yer Bombay idi.